Burada soruşulur ki, mən namaz qılan zaman səcdədə oğlum gəlir, belimə çıxır və düşmür. Mən heç nə edə bilmirəm, məcbur o halda ayağa qalxıb namazımı qılıram və belimdə olduğu üçün qamətimi tam düz şəkildə saxlaya bilmirəm. Yaşı azdır, başa düşmür, dəfələrlə demişəm, belə etmək olmaz, amma hər dəfə namazda səcdə getməyimi gözləyir. Belə halda mənim namazım sayılırmı? Belə olanda, hətta Peyğəmbər sallallahu əleyhi və səlləmdən varid olub ki, o məsələn səcdəyə gedəndə Həsənlə Hüseyn gələrlər, onun belinə çıxardılar. Peyğəmbər sallallahu əleyhi və səlləm hətta buna görə səcdəni uzadardı. Belə problem yoxdur. Lakin tam qiyama qalxmamaq, əyri durmaq, o səhvdir sözsüz ki. Ona görə siz məsələn tutaq ki, belə oldu, gözləyin ki, o düşsün və yaxud da özünüz düşürdün onu və qalxın, tam qalxın. Qiyam tam eləyin ki, düzgün olsun. Yəni problem deyil, hətta namazda siz biraz hərəkət edəsiniz, götürsəniz onu aşağı salsanız, belə problem yoxdur inşallah. Amma namazı tam qılın. Qiyamı, rukusu, səcdəsi hamısı tam olmalıdır. Hətta uzatsanız, necə hədisdə gəlir, səcdəni və s. problem yoxdur. Amma bütün ərkanları tam şəkildə həyata keçirdin.